Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Bugün sizə aeroport yolunun tam üzərində, magistral yolun kənarında həm ev, həm də obyektimizi təqdim eləyəcəm. Videomuzu sona qədər izləyin, bütün məlumatlarından xəbərdar olun. Evimiz yerləşir aeroport yolunun kənarı, Komsomol dairəsi yaxınlığıdır. Ümumilikdə 6 sot torpaq sahəsindədir. 2 mərtəbə 7 otaqdan ibarətdir. Sağ tərəfdə gördüyünüz obyekt hissəsidir. 125 kvadratlıq obyekti var. Obyektdə çöl tərəfindən də addenli daxil olmaq olur. Evin həyət yanı sahəsindən də daxil olmaq olur. Obyekt hazırda icarədədir. Oranı çəkiliş edib sizə göstərə bilmirəm. 2 mərtəbə 7 otaqdan ibarətdir. Evin ümumi sahəsi isə 400 kvadrat metrdir. 6 sotun içində yerdən 6-7 daş kürsüdə tikilib, mərtəbə arası monolit beton tamamilə şəxsi tikilidir. Betonla, kolonla hər tərəfindən tikilib, qoşa daşdır. Həyətdə əlavə bir otağı var, geniş otaq. Buranı kladovka kimi və yaxud gələcəyini istəsəniz yay mətbəxi kimi istifadə edə bilərsiniz. Ev tam təminli vəziyyətdədir. Bir dənə bu otağı gördüyünüz kimi sıvaqdadır. Həyətinə maşın rahatlıqla daxil ola bilər. Həyətimiz tamit daşla döşənilib. Həyətdə addenli sanitar qovşaq. İndi isə keçək evin içinə. Bir daha qeyd edirəm, aeroport yolunun tam kənarı. Üstəlik də ev əşyaları ilə birlikdə satışa çıxıb. Satış zamanı nə əşya görürsünüzsə, evin içində qalacaq. 2 mərtəbə 7 otaq. Sənədi də kupçadır. Evdə tam hazır girib yaşaya biləcəyiniz evdir. Bu girəcək hissəsi. Qazı, suyu, işığı daimi fasiləsizdir. Obyektimizin sayğacı ayrıdır. Evin sayğacı isə ayrılıqdadır. Burada yerləşir belə bir gözəl, geniş qonaq otağı. Bir daha qeyd edirəm ki, 400 kvadrat evin ümumi sahəsidir. Hamam sanitar qovşaq ayrı-ayrılıqdadır. Bura evimizin geniş hamam hissəsi. Məlumatları da bir daha təkrar edirəm. Aeroport yolunun tam üzəri, Komsomol dairəsi yaxınlığı, magistral yolun da kənarında, Komsomol dairəsi yaxınlığında yol kənarı. 6 sotun içində 2 mərtəbə 7 otaq, əlavə həyətində də 125 kvadratlıq obyekti var. Obyekt hazırda icarədədir. Bu da geniş yataq otaqları. Hansı otaq istəsəniz qonaq otağı kimi istifadə edə bilərsiniz. Bu da evimizin mətbəx hissəsi. Evdə istilik sistemi kombidir. 4 bir divarı qoşa daşla tikilib. İndi isə qalxaq 2-ci mərtəbə. Hətta ara divarları belə hamısı qoşa daşla tikilib. Mərtəbə arası monolit beton. Əşyaları ilə birlikdə, obyekti ilə birlikdə qiyməti 315.000 manat deyilir. İnşallah ki, real alıcılarımız olsa, qiymətində indirim olunacaq evin sahibi tərəfindən. Üzr istəyirəm, bura balkon hissəsidir. Mərkəzi kanalizasiya var. Kommunallar var, sənəd də kupça. Evlə bağlı əlavə sualınız olsa zəng edin. Şəxsi tikili və hazır biznes axtaran müştərilərimiz bu sizin üçün çox gözəl, qaçınılmaz bir variantdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.